Salam dostlar, kanalın ilk videosuna xoş gəlmisiniz. Bu videoda network nədir sualını izah edəcəyik. Amma bir şey əvvəlcədən qeyd edim. Bu dərs və həmçinin gələcək dərslər kiber təhlükəsizliyə giriş səviyyəsində, yəni bu sahəyə yeni başlayanlar üçün lazımlı olan network biliklərini öyrədəcəyik. Əgər sən kiber təhlükəsizliyə başlamısansa və ya başlamaq istəyirsənsə, bu video tam sənin üçün olacaq. Başlayaq ən sadə sualdan. Network nədir? Network yəni şəbəkə, iki və ya daha çox cihazın bir-biri ilə əlaqə qurması və məlumat paylaşmasıdır. Burada ən əsas söz məlumat paylaşmasıdır. Çünki cihazın sadəcə yan-yana olması network demək deyil. Əsas odur ki, onlar bir-biri ilə danışa bilsin. Nəsə göndərə bilsin, nəsə qəbul edə bilsin. Məsələn, evdə laptopun internetə qoşulursa, telefonun Wi-Fi ilə işləyirsə, printerin kompüterindən sənəd qəbul edilirsə, bu artıq networkdur. Yəni network'un ən sadə məntiqi cihazlar var, onlar bir-birinə bağlıdır, onlar bir-birinə məlumat ötürə bilir və yaxud qəbul edə bilir. İndi burada vacib bir sual yaranır. Bəs niyə ümumiyyətlə network lazımdır? Cavab sadədir. Tək işləyən cihazın imkanı məhduddur. Amma cihazlar bir-biri ilə əlaqə qurduqda iş böyüyür. Məsələn, bir printeri bir neçə kompüter istifadə edə bilir, bir internet bağlantısını bir neçə cihaz paylaşa bilir. Bir server çox adama xidmət verə bilir. Faillər bir yerdən başqa bir yerə göndərilə bilir. İndi gələk çox vacib bir anlayışa. Host nədir? Host şəbəkəyə qoşulu olan hər bir cihazdır. Yəni network'un içində aktiv olan, məlumat göndərə və qəbul edə bilən hər bir cihaz host sayılır. Məsələn, kompüter hostu, telefon hostu, printer hostu, server hostu. Bəzən insanlar host sözünü eşidəndə elə bilir ki, bu çox xüsusi bir cihazdır. Xeyr, şəbəkədə iştirak edən hər bir cihaz hostdur. Bu qədər sadə. İndi isə gələk klient və server mövzusuna. Burada çox adam qarışdırır, amma mən çox sadə dildə izah edəcəm. Klient istəyən tərəfdir, server isə cavab verən tərəfdir. Məsələn, sən brauzerda bir sayt atırsan, sənin telefonun və kompüterin həmin anda klient olur. Çünki istəyən tərəf odur. Saytı saxlayan tərəf isə server olur. Çünki cavabı o verir. Başqa misal deyim. Sən YouTube'a girirsən, video istəyirsən, sən klient olmuş olursan. YouTube'un sənə video göstərməsi server olur. Burada ən vacib məqam odur ki, klient və server hər zaman ayrıca bir cihaz adı deyil, rol da ola bilər. Yəni bir cihaz bir vəziyyətdə klient ola bilər, başqa vəziyyətdə server ola bilər. Əsas məsələ kim istəyir, kim cavab verir. İndi gələk LAN və WAN məsələsinə. LAN sözünün açılışı Local Area Network'dur. Yəni lokal şəbəkə. Sadə dildə desək, bir evin içində, bir otaqda, bir ofisdə və ya bir binada olan yaxın cihazların yaratdığı şəbəkədir. WAN isə Wide Area Network deməkdir. Geniş miqyaslı şəbəkə və ya geniş sahə şəbəkəsi deməkdir. Bu şəhərlər, ölkələr və ya qitələr kimi çox böyük coğrafi əraziləri əhatə edən, bir-birindən uzaqda yerləşən lokal şəbəkələri, yəni LAN-ları birləşdirən telekommunikasiya şəbəkəsidir. İnternet dünyadakı ən böyük WAN nümunəsidir. Yəni sadə dildə LAN yaxın və lokal tərəfdir, WAN isə daha böyük və uzaq tərəfdir. Kiber təhlükəsizlikdə ən böyük səfərdən biri adam birbaşa hücum alətindən keçmək istəyir. Misal üçün kompüterlərə hücum etmək istəyir, telefonlara hücum etmək istəyir, amma bu səhvdir. Çünki sən network'u bilməlisən. Cihaz nədir bilməlisən, host nədir bilməlisən, kim klientdir, kim serverdir, lokal tərəf haradır, internet tərəf haradır. Və əgər sən bunları bilməsən, sən hücum edə bilmərsən və sənə qaranlıq qalar. Ona görə də bu dərs çox sadə görünsə də, əslində çox vacibdir. Bu dərs təməl dərsdir. Təməl düzgün qurulmasa, üstünə nə qədər gözəl qursan da bir yerdən qarışıqlıq çıxacaq. İndi gəlin bütün dərsi bir cümlə ilə yığaq. Network. Network, yəni şəbəkə, cihazların bir-biri ilə əlaqə qurduğu və məlumat paylağı mühitdir. Bu mühitdə iştirak edən hər bir cihaza host deyilir. İstəyən tərəf klient, cavab verən tərəf isə server olur. Yaxın şəbəkə LAN, böyük və uzaq şəbəkə WAN adlanır. Bu qədər. Növbəti dərsdə isə artıq bu şəbəkənin içində işləyən əsas cihazları danışacağıq. Switch nədir, router nədir, access point nədir, firewall nədir, modem nədir? Yəni növbəti dərsdə şəbəkəni kim idarə edir sualının cavabını öyrənəcəyik. Bu qədər dostlar, birinci dərsin məqsədi beyindəki qorxunu almaq və dili formalaşdırmaq idi.
Gələcək dərslərdə görüşək.